21-ci əsrdə az qala hər gün yeni bir texnologiyanın, yeni bir kəşfin olduğu bir səhərə oyandığımız vaxtda yenə də bizi təəccübləndirən yeni kəşf, yeni bir irəliləyiş oldu. Microsoft kvant kompüterlərində yeni bir dövrün başlanğıcını gətirəcək Majorana 1 adlı çipini təqdim etdi. Gəlin bu mövzuya bir göz ataq. Görək, bütün dünyanı dəyişdirəcək bu yeni texnologiya nədir? Bizə gələcəklə bağlı hansı vədləri verir? Bunun üçün əvvəlcə bir qədər keçmişə gedək. Hamımızın çoxdan eşitdiyi bu kvant kompüterləri nədir axı? Kvant kompüterləri 1980-cı ildə nəzəri olaraq ortaya atılıb. 90'lardan sonra inkişaf edib və hazırda IBM, Google, Microsoft və digər texnologiya nəhəngləri tərəfindən kommersiya istifadəsi üçün təkmilləşdirilir. Bu kompüterləri klassik kompüterlərdən fərqləndirən onların kvant mexanikası qanunlarına əsaslanaraq hesablama aparmasıdır. Bizim klassik kompüterlərimiz bitlərdən istifadə edir. Bir bit 0 və ya 1 ola bilər. Kvant kompüterləri isə kübitlərdən istifadə edir ki, onlar da eyni anda həm 0, həm də 1 ola bilər. Bu isə superpozisiya adlanan məfhumu ortaya çıxarır. Superpozisiya kvant mexanikasının ən fundamental prinsiplərindəndir. Prinsipə əsasən kvant sistemi eyni anda birdən çox vəziyyətdə ola bilər və yalnız ölçüldükdə müəyyən bir vəziyyət alır. Bütün bunlar kvant kompüterlərinə eyni anda çoxlu hesablamalar aparmasına imkan verir. Bax, elə bu məlumatlar da kifayət edir ki, texnologiya nəhənglərinin böyük marağını anlaya bilək. Bəs kvant kompüterləri bu qədər güclüdürsə, niyə onlardan geniş istifadə etmirik? Bu sualın cavabını kvant kompüterlərinə aid şəkillərdə tapa bilərik. Klassik kompüterlər ilk yarandığı vaxtlarda böyük idilər. Bəzən bir otağa sığırdılar. Bu şəkildə də eyni şeyi görürük. Sizin sualınızı eşitmiş kimiyəm. Bəs buna səbəb nədir? Bu suala cavab verməmişdən əvvəl bir şeyi aydınlaşdıraq. Biz nə qədər bu kompüterləri müqayisə etsək də, kvant kompüterləri klassik kompüterlərin daha inkişaf etmiş versiyası deyil. Onlar tamam başqa texnologiyadır, tamam başqa kəşfdir. Kvant kompüterləri indiyə kimi insanın yaratdıqları içində ən qarmaşıq olanıdır, ən bənzərsizidir. İndi qayıdaq sualımıza. Niyə kvant kompüterlərini bu formada borunun içinə yerləşdiririk? O boru kimi şeylər kriogenik soyuducu sistemləridir. Kvant kompüterlərinin işləməsi üçün çox aşağı temperatur təmin etmək məqsədi daşıyır. Onu soyutmağımızın səbəbi isə qeyd etdiyimiz kimi kvant mexanikası qanunları ilə işləməsidir və bu prosesorların stabil qalması üçün ultra soyuq mühit tələb olunur. Kvant kompüterlərinin istifadəsini çətinləşdirən amillər də məhz bunlardır. Bütün bunları nəzərdən keçirdikdən sonra yəqin ki, Microsoft'un təqdim etdiyi Majorana 1 adlı çipin əhəmiyyətini, əsas sualımızın cavabını tapa bilərik. Qeyd etmişdik ki, kvant kompüterləri çox həssasdır və kübitlər asanlıqla xarici təsirlərdən pozula bilər. Bu problemin həllini Microsoft'un alimləri Majorana fermionlarında gördü. Bəs Majorana fermionları nədir? Nə vaxt ortaya çıxıb? Əvvəlcə bu suala cavab tapaq. Bunun üçün 1937-ci ilə qayıdaq. Fizik Ettore Majorana elə bir hissəcik nəzəriyyəsi irəli sürdü ki, elm dünyasını həyəcanlandırdı. O deyirdi, elə hissəciklər ola bilər ki, onlar özlərinin anti-hissəciyi kimi davransınlar. Adi hissəciklərdə bu belə deyil. Məsələn, elektronun anti-hissəciyi pozitrondur. Amma Majorana fermionları həm hissəcik, həm də anti-hissəcik ola bilir. Bu, fizikanın çox qəribə və sirli hadisəsidir. Uzun illər bu sadəcə nəzəriyyə idi. Amma alimlər düşündü ki, əgər bu hissəcikləri real şəkildə əldə edə bilsələr, onları kvant kompüterlərində istifadə edə bilərlər. Çünki Majorana fermionları informasiyanı daşıyarkən xarici təsirlərdən daha az təsirlənir. Bu, kvant kompüterlərinin stabilliyini artırmağa kömək edə bilər. Bu sahədə Microsoft və bəzi digər şirkətlər çalışır. Hələ 2018-ci ildən Microsoft Majorana əsaslı kvant kompüterləri yaratmağı hədəfləyir və nəticədə Majorana 1 çipini təqdim etdi. Bu çip sayəsində kvant kompüterlərində yeni bir dövrün başlanğıcı olacaq. Çünki sadaladığımız kvant kompüterlərinin istifadəsində olan çətinlikləri asanlaşdıra bilər. Bilər deyirik.
Çünki hələ ortada heç nə yoxdur. Çip təqdim olunsa da, hələ ki qurulan kvant çipləri istifadə üçün tam uyğun deyil. Bu sahədə işləyən bəzi alimlər də ehtiyatla yanaşmağımızı, hələ bunun real olmadığını qeyd edirlər. Majoranla bir çipinin kvant kompüterlərində nə kimi dəyişikliklər gətirəcəyini isə zaman göstərəcək. Albert Einstein demişkən, əgər biz problemləri onları yaradan düşüncə tərzi ilə həll etməyə çalışsaq, uğursuz olarıq. Yeni elmi inkişaflar üçün köhnə yanaşmalardan çıxıb yenisini tapmaq lazımdır. Videonu bəyəndinizsə bəyənməyi, belə videoların davamının gəlməsi üçün abunə olmağı unutmayın.